Rubrikamızın qonağı Nigar xanımdır. Nigar xanım, siz deyə bilərsiniz, uğurlarınızın səbəbi nədir? Bəli, bizim fərqimiz ondadır ki, bizim pasientlərimiz özləri qərar vermirlər, onlara hansı prosedurlar lazımdır. Biz tam professional olaraq onlara nə lazımdır, onu təyin edirik, daha sonra uyğulayırıq. Yəni pasient bizə gəlir ki, mənim dodağıma 0,5 cc dodaq dolğusu eləyin. Biz də biraz da gün desən, sən bu sıfatda adam olar, gəlsən 1 qram dolğu elə. Sonra qayıdıq deyirik ki, dodağına dolğu elədik, ağzın ördək ağzını oxşadı. Gəl yanaqlarını da biraz şişirdək. Düz olsun da, üzün düz olsun. Yanaqlarım çökəkdədir. Ona görə üzün elə bir ölü üzün oxşuyur. O da razılaşır. Biz onun yanaqlarını da şişirdirik. Daha sonra deyirik ki, dodağın şişdi, yanağın şişdi, amma elə bir nəsə çatışmır da, yəni üzün qeyri-mütənasib görsənir. Gəl sənə alın dolusu deyək. Biz buna yapışdırırıq alın dolusunu. Elədimi sən də 4 qram dolu, qramını 150-200 manatdan satsaq elə bir. Nəysə, sonra deyirik get. Bu da belə özünə baxır, gəlir deyir elə bil ki, üzümün yuxarı tərəfi yekədir, çənəm yoxdur. Məcbur qalır biz növbəti ay ona çənə dolğusu da eləyirik çənəsini buradan. Sonra gəlir ki, çənəm yaxşıdır, amma üzüm ensiz görsənir. Biz ona eləyirik sərt oval. Ondan sonra qüsursuz bir gözəllik. Mən indi bu təbii halımdır. Mən təkcə mezoterapiya eləyirəm. Bizim dolğularımız təbii dolğulardır və Almaniya istehsalıdır. İndi arada bir qutunun içində dəyişikliklər eləyirik. Amma bunu pasient nə bilir ki? Elə bilir ki, elə bahalı doludur. Nə fərqi, hamısı eyni şeydir, onsuz da hamısı ziyandır, hamısı da xeyirli şeylərdir. Sinavitdir də bilirsiniz. Yəni bunlar yaxşı şeylərdir. Amma dolğu, bizim dolğu əriyir onsuz da. İndi hansı tərəfə əriyir, üzün harasına gedir, yəni ona görə biz qarantiya vermirik. Pasiyentə də qabaqcadan xəbərdarlıq eləyirik ki, bax əriyəcək ha bu. O da deyir ərisin də. Da bilmir ki, başın arxa tərəfinə də əriyə bilər. Məsələn, mən 2 aydır klinikanı açmışam. Biraz çətin sektordur da. 2 aydır cəmi klinikanı açmışam. Bir təhər Porsche düzəltdim, aldım. Cəmaət Ferrari sürür. Mən Porsche-yə güclə pul çatdırdım. Hələ yaxşı ki, o qutunun içindəki vasitələri dəyişib ucuzlardan əvəz edir. Yoxsa biz kəsərsiniz, burasını kəsərsiniz. Canlı yayın. Eyni zamanda biz bir neçə blogerlə də işləyirik. Onlar bizə pul vermir, biz onlara pul veririk ki, bizi reklam eləsinlər. Cəmaət də bunlara baxır, elə bilir ki, elə biz mükəmməlik. Blogerlər bizə gəlirsə, bizim bütün vasitələrimiz orijinaldır zat. Da bilmirlər ki, 50 manatlıq gəlir, 300 manat etəliyim. Və bəli, bu hissələrini kəsərsiniz. Canlı yayında. Sən məhzəbinə. Az qadan alaram. Bu nə idi bizi salıb?